Miladi 600-cü illərdə Məkkədə dünyaya gəlmiş Səid ibn Zeyd Ədi ibn Kəb nəslindən idi və nəsəbi Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm ilə babası Kəb ibn Luey ilə birləşirdi. Atası Zeyd ibn Amr İslamdan əvvəl belə bütpərəstliyə qarşı çıxan, hənif dini üzəri yaşayan və bütlərə ibadət etməyən bir şəxs idi. O, qız uşaqlarının diri-diri bastırılmasına qarşı çıxmış, onları xilas etmək üçün mübarizə aparmışdı. Bu uca əxlaqi miras oğlu Səidin xarakterində və imanında dərin izlər buraxdı. Zeyd ibn Amr aldığı ilhamla Həzrət İbrahimin dinini axtarmış və bu yolla Şama qədər getmişdi. Orada bir rahib ona belə demişdi: "Sən bu dinə səni çatdıracaq kimsəni tapa bilməyəcəksən. Amma sənin qövmündən biri İbrahimin dinini yenidən dirçəldəcək. Onun zühuru yaxındır." Bu xəbərdən sonra Zeyd vətənə dönərkən səhrada bədəvilərin hücumuna məruz qalaraq vəfat etdi. Son nəfəsində əllərini göyə açıb belə dua etdi: "Ya Rəbbim, oğlum Səidi o peyğəmbərdən məhrum etmə." Bu dua qəbul edildi. Səid ibn Zeyd gənc yaşlarında İslamla şərəfləndi. O, tarixə 12-ci və ya 13-cü müsəlman kimi düşdü. Həyat yoldaşı Həzrət Ömərin bacısı Fatimə bint Xəttab idi. İslamı qəbul etdikdən sonra evlərində gizlicə Quran-Kərim oxunardı. Bir gün müsəlmanları öldürmək niyyəti ilə evdən çıxan Həzrət Ömər, bacısı Fatimə və kürəkəni Səidin iman gətirdiyini öyrəndi. Qəzəblə evə girib onlara qarşı zorakılıq etdi. Amma Səidin səbirli duruşu, Fatimənin qətiyyəti və Quran-Kərim ayələrinin böyüklüyü qarşısında yumşalan Ömər iman gətirmək üçün Peyğəmbərimizin yanına getdi. Səid ibn Zeyd Allah Rəsulunun İslamı təbliğ etməyə başladığı ilk günlərdən etibarən ona sədaqətli yoldaşlıq etdi. Müşriklərdən böyük əziyyətlər gördü. Hicrət icazəsi verildiyi zaman əvvəlcə Həbəşistana, sonra Mədinəyə hicrət etdi. Mədinədə Peyğəmbərimizin yaxın ətrafında yer aldı və onun bir çox tapşırığını yerinə yetirdi. Bədr döyüşündə karvanı izləmək vəzifəsinin olduğu üçün iştirak etmədi. Lakin bu xidməti səbəbilə qənimətdən pay aldı və Peyğəmbərimiz tərəfindən Bədr əcrinə bərabər savabla müjdələndi. Uhud, Xəndək, Məkkənin fəthi, Huneyn, Təbuk və Vida həccində iştirak etdi. Əcdaneyn və Fil döyüşlərində komandanlıq etdi. Yarmuk savaşında düşmənin hücumu qarşısında orduya ruh vermək üçün atına minib belə səsləndi: "Cəsarət və qəhrəmanlıq dünyada şərəf, axirətdə rəhmətdir." Bu sözlərlə coşan İslam ordusu zəfər qazandı və Səid ibn Zeyd düşman komandanını şəxsən məğlub edərək qələbənin açarı oldu. Şam fəthindən sonra ona valilik təklif edildikdə isə təvazökarlıqla imtina etdi və "Mən Allah yolunda cihad etmək istəyirəm" dedi. Həzrət Ömərin xilafəti dövründə onun ən güvəndiyi səhabələrindən biri olan Səid ibn Zeyd xilafət məsləhətlərində iştirak edirdi. Həzrət Ömərin vəfatı zamanı onu qəbrə qoyarkən göz yaşlarını saxlaya bilmədi və belə dedi: "Bu şəhadət İslamda açılmış böyük bir yaradır. Qiyamətədək bağlanmayacaq bir boşluq." Ömrünün son dövrlərini Mədinəyə yaxın Əqiq vadisində əkinçiliklə məşğul olaraq keçirdi. Vəzifə və rütbə sevgisi yox idi. Yalnız Allah rızası üçün yaşayır, mübarizə aparır və dua edirdi. Duası qəbul olunan insan kimi tanınırdı və insanlar onu incitməkdən çəkinərdi. Bir qadın evinin ona aid olduğunu iddia edərək ona böhtan atdıqda Səid dedi: "Evi ona verin" və sonra belə dua etdi: "Allahım, bu qadın yalan danışırsa, gözlərini kör et və qəbrini evinin içinə sal." Qısa müddət sonra bu duaların qəbul olduğu göründü. Qadının gözləri kör oldu və evində vəfat etdi. Bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhabələrinə belə buyurdu: 10 nəfər cənnətdədir. Əbu Bəkr, Ömər, Osman, Əli, Talha, Zübeyir, Abdurrahman ibn Avf, Əbu Ubeyd ibn Cərrah, Səid ibn Əbu Vaqqas. Səhabələr maraqla soruşdular: "Ey Allahın elçisi, onuncu kimdir?" Peyğəmbərimiz təbəssümlə belə buyurdu: "Səid ibn Zeyd cənnətdədir." Bu böyük müjdə ilə şərəflənmiş Səid ibn Zeyd eyni zamanda Peyğəmbərimizdən 48 hədis rivayet etmiş və bir çox səhabəyə və tabiin elm öyrətmişdir. Sakit təbiətli, az danışan, dərin düşüncəli və Allaha bağlı zahid biri kimi tanınırdı. Miladi 671-ci ildə Mədinədə Əqiq vadisindəki evində vəfat etdi. Cənazəsini yaxın dostu və qonşusu olan Səid ibn Əbu Vaqqas yudu. Cənazə namazını isə Abdullah ibn Ömər qıldırdı. Səid ibn Zeyd həyatını Allaha həsr etmiş, atasının duası ilə nurlanmış, Rəsullahın tərifinə layiq görülmüş böyük bir sahabə.